Kəbisi var, məktəbə gedən var. Güzəlsə, tikilsə, təmir olunsa çox gözəl olur. Durun mən dəriyə deşik olmalıdır. Körpü bu arada ne diyeceğin yani ufak göz qabağındadır da, yani çok azınızaqlı vəziyyətdə. Yani ağır yük maşınları da keçir buradan, ne bileyim. Yani apasındadır da, yani bu birime yani bir qəza zat baş verə bilər də. Əlbəttə ki qorxuludur. Gör İstifadə neçə də kənd istifadə edir bu körpüdən. Bəli. Problem yaradır ki, altına girib baxın, altı tərtəmiz uçulub gedib onun tərtəmiz. Bir də orada maşın düşəcək də, maşını dağıdır. Bizimkin bu dağda görmürsünüz, maşını dağıdır da gedəndə. Problem odur. Peredoku dağıdır. Narahatçılıq yaradır da pasiyanla. Tez-tez də ki, bilirsən, yamirlər, əlillər, heç söz yox, düzəldirlər müəyyən qədər. Amma gəlir dağılmış vəziyyətdədir.